Salam, hər vaxtınız xeyir olsun. Bugün keçirilən OTK sınaq imtahanının qrammatika suallarının izahını təqdim edirik. Demək başlayaq. Birinci sualdan. Bizə də gəlsin. Yalnız köməkçi nitq hissələri kimi işlənə bilən sözlər. Yalnız köməkçi nitq hissələri kimi. Demək, ötürü işlənəcək rahatlıqla. Başqa sifət ola bilər, sifət və qoşma olacaq. Sifət və qoşma kimi çıxılır. Kaş elə arzu ədası kimi işlənəcək. Sonra da həm zərf olur, həm qoşma olacaq. Həm zərf, həm qoşma. Və qalır oy. 1, 3, 4 cavab variantımız D. Hansı cümlədə modal sözlə bağlı durğu işarəsi? Modal sözlə bağlı deyil. Demək, A'ya baxaq. Sözün doğrusu ara sözdür. Modal söz deyil. Ona görə A'nı çıxır. Mən getdim, amma biraz gecikdim. Amma modal söz deyil, bağlayıcıdır. Bağlayıcıdır, götürə bilməli. Akif, əlbəttə, yenə bizi çağırırlar. Burada durğu işarəsi ilə bağlı problem yoxdur. Sözsüz, yenə qalib gələcək. Elə burada da problem yoxdur. Əvvəldə gələndə özündən sonra, ortada da gələndə özündən əvvəl, özündən sonra qoydu. Demək, güya onların hər şeydən xəbərləri var. Buradakı sanki, elə bil ki, güya modal sözlərindən sonra, bənzətmə bildirən modal sözlərindən sonra vergül qoyulmamalıdır. Ona görə cavabımız D variantıdır. 3-də hansı nümunədə bağlayıcı işlənməmişdir? İdmançılarımız qalib gəldilər və biz sevindik. Var burada. Zəhmət halallıq tələb edir. Lakin, burada da var. O danışsın, siz isə dinləyin. Burada da var. Biz görüşdük. Halbuki bu bir təsadüf idi. Halbuki, burada da var. Aslan dostu ilə söhbət edirdi. Burada bağlayıcı və qoşma məsələsini qarışdırmamalıyıq. Xəbərimiz cəmdə olsaydı, Aslan və dostu söhbət edirdilər. O zaman həmcins üzv kimi götürə bilərdik. Həmcins üzv kimi. Amma burada Aslan neyir? Söhbət edir. Kim ilə söhbət edir? Dostu ilə söhbət edir. Buradakı ilə nə olacaq? Qoşma olacaq. Bağlayıcı olmayacaq. Cavabımız E variantı. Hansı cümlədə zərf işlənməmişdir? Bura mənim doğulduğum kənddir. Yer zərfi burada var. Dostlarımızla məktəbin həyətində qarşılaşdıq. Harada qarşılaşdıq? Məktəbin həyətində qarşılaşdıq. Feil, həyət isim, məktəb isim, dost isim. 2-də yoxdur. İndi yenə gecdir. İndi zaman zərfidir. Var. Yenə də zaman zərfidir. Var. 3-ü çıxırıq. Gözləmədiyimiz halda yağış başladı. Gözləmədiyimiz halda yağış yağdı daha doğrusu. Burada zərf yoxdur. Gözləmədiyimiz halda yoxdur zərf. Ailə üzvlərimizlə birlikdə səhər şüyə gedəcəyik. Birlikdə də zərfdir. Burada da var. Demək, olmayanlar hansıdır? 2 və 4 cavab variantı. Sonra hansı ifadələrin hər ikisi yerinə görə həm sərbəst, həm də sabit söz birləşməsi kimi, yəni həm frazeoloji birləşmə kimi, həm də həqiqi mənada işlənən birləşmə kimi olacaq. Başa salmaq yalnız nə olacaq? Frazeoloji birləşmə. Həvəslə oxumaq frazeoloji birləşmə olmayacaq, sərbəst olacaq. Anı çıxırıq. Yolunu azmaq ola bilər, həqiqi mənada yolunu azmaq ola bilər. Bir də məcazi mənada yolunu azmaq ola bilər. Şeir yazmaqsa məcazi mənada işlənməyəcək, B-ni də çıxırıq. Qəlb sındırmaq, bu yalnız məcazi mənada olacaq, sərbəst mənada olmayacaq. D-də tora düşmək, balıq tora düşdə həqiqi mənadadır. Amma hər hansısa bir fırıldaqçılara aldanaraq tora düşmək, həm həqiqi, həm məcazi mənada. Yol göstərmək, bir övlü edib yol göstərmək, sənə yol göstərir. Bir də hər hansısa bir yola gedirsən, bir yol soruşursan, sənə yolu göstərirlər. O zaman həm həqiqi, həm də məcazi mənada işlənə bilər. Cavab D variantı. Ucadan oxumaq məcazi mənada olmayacaq. Ona görə də eyni də çıxırıq. A, B, C, E çıxdı. Cavab D variantı. Sonra isim olmayan hansı sözlər İsmail qrammatik şəkildə qəbul edir? İsim olmayan. Deməli, çoxluq nə? Bu isimdir, bir isim. Sağlamlıq, bu da isimdir.
Şəhərli də isimdir. Bunu da çıxırıq elə cavabımız qalır nə? Şəhərlinin sağlam çoxluqlu cavabımız elə 5-i nədir? Saydır. Məsuliyyət şəkilçisi qəbul edib. Sonra cəsurda, bu da sifətdir, yerli şəkilçisi qəbul edib. Deməli, altından xətt çəkilmiş sözün yerinə görə fonetik təhlil ilə bağlı doğru fikirlər. Deməli, tənbəllik deyirsə, bu olacaq nə? Özündən sonra samitlə başlanan nə gəlib? Söz gəlib, olacaq tənbəllik. Tənbəllik. İki yerdə dəyişiklik var burada, yəqin ki. Səslərin sahiblərinin sayından az deyil. Yazılışla təvizə arasında iki fərqli məqam var, düzdür. Tənbəllik kimi tələffüz olunur, səhvdir. Cavab elə 2-4 qalacaq, yəqin ki, B variantı. Kar samitlə başlayıb, cingilti samitlə bitir. Tığkardır, y da nədir? Cingiltili samitdir. Sonra başlanğıc formasında iki leksik şəkilçili olan sözlərdir. Başlanğıc formasında. Deməli, razı sözün kökü, razılıq, razılıqsız. Bir düzdür. Sonra mehribancasına, mehriban sözün kökü, casına bir leksik şəkilçi, üçü çıxırıq. Üçü çıxdıq. Sonra dostyanə, dostyana. Burada da dost sözün kökü, yana da tək leksik şəkilçi. 2-də necə olacaq? 2-də bircə dəqiqə görünmür. Ona bir dənə diqqətlə baxaq. Burada nə olacaq? Sözü tam görmürəm. Amma dostyana cavab olacaq 1-2. Dostyana mehribancasına. Söz orada sözü tam görmürəm. Cavab 1-2 olacaq. Feil söz birləşməsinin aslı tərəfidir. Xəsislik artdıqca, burada xəsislik artdıqca feili birləşmədir. Əsas tərəfim nədir? Feili bağlamadır. Hazırlaşmağın nəticəsi ismi birləşmədir. Aslı tərəfim nədir? Hazırlaşmaq məstərdir. Və burada götürə bilərik. Cavab B variantı. Görüş vaxtı qısa müddətdə dəqiqləşdirildi. Hər iki tərəfi isimdir. Məşq edəndən sonra. Burada birləşmək yoxdur. Nəyə görə yoxdur? Məşq etmək mürəkkəb feildir. Məşq edəndən sonra da burada qoşma artırılıb 2 müstəqil söz lazımdır mənə. Ona görə də D variantını götürə bilmərəm. Edəndən sonra da feili sifətdir. İdman etmək sağlamlığın şərtlərindən biridir. Burada da elə. İdman etmək mürəkkəb feildir, birləşmək yaratmayıb, çünki yerinə yetirmək mənası bildirmir. Sağlamlığın şərtlərindən biridir. Sağlamlığın şərtləri birdir, şərtlərindən biri də birdir. Ona görə burada hər hansısa aslı tərəfdə feil işlənmək məsələsi ola bilməz. Sonra cümlə ilə bağlı doğru fikirləri müəyyən edin. Meşədəki küknar ağacları yol boyunca sıra ilə düzülərək sanki oradan keçənləri nə edirdi? Salamlayırdı. Demək, məstər işlənmişdir. Baxaq. Məstər düzülərək keçənləri. Yox, məstər yoxdur burada, biri çıxırıq. Həm ismi, həm də feili birləşməyə aid. Küknar ağacları, ismi birləşmə. Sıra ilə düzülərək feili birləşmə. 2 düzdür. Bağlayıcı işlənmişdir. Yol boyunca sıra ilə, yol boyu ilə, sıra ilə qoşma, sanki modal söz. Oradan ki, yoxdur, bağlayıcı yoxdur. Təsviflənən feil məlum növdədir. Baxaq, təsviflənən feil salamlayırdı. Salam sözün kökü salamlamaq, ırdı. Heç bir növ şəkilçisinin əlaməti yoxdur. Deyinə götürəcəm. Məlum növ götürəcəm. Bu da düzdür. Sözün quruluş isə bütün növlərin aid nümunələr var. Baxaq. Düzəltmə var. Sadə var. Mürəkkəb burada var. Yox, mürəkkəb yoxdur burada. Feillərdə də mürəkkəb feil yaradan bir vəziyyət yoxdur. Ona görə 5-i də çıxırıq. Cavabımız olacaq nə? 2, 4.